Hər kəsə salam, kanalımın dəyərli xanımları. Neçə gündür vlog paylaşa bilmirəm, yazırsınız, soruşursunuz. Buna görə hər birinizə təşəkkür edirəm. Əslində vlog çəkirəm, hətta bu da bir neçə günün vloqudur. Sadəcə vaxt eləyib, montaj edib paylaşa bilmirəm. Bir vlog da çəkmişəm, bunu paylaşandan sonra keçəcəm, o vloqu da montaj edib çalışacağam ki, 1-2 günə paylaşım. Burada da dolma bişirirəm, yarpaq dolması. Yarpaq dolmasından xoşlayıram ki, quyruğu bol olsun. Quyruğu çox olanda ət dadlı olur. Mən Moskvada yaşayanlardan soruşmaq istəyirəm ki, buradan dadlı ət almaq istəyirəm, amma hardan alım bilmirəm. Bişirdiyim ətin belə dadı yox idi. Bu əti də Özbək dükanından almışıq. Bişirirəm, görürəm ki, yeməklərin qətiyyən dadı yoxdur. Yəni ki, xanımlar, ətin dadı yoxdur. Mən öyrəşmişəm, Azərbaycanda ətlər çox dadlıdır. Amma burada ətləri alırıq, ətin 1 qram dadı yoxdur. Sən niyə belədir? Aldığımız ət də dana ətidir. Yalnız quzu ətini alanda görürəm ki, dadı yaxşıdır. Həm də ki, tez bişir. Bilirəm ki, mən Rusiyadan izləyən xanımlar çoxdur. Əgər dadlı ətlər satan yer tanıyırsınızsa, mənə rəylərdə yazsaz çox yaxşı olar. Bizim yaşadığımız yer Dzержinskidir. Əgər bu tərəflərdən ət satılan yeri bilsəz, əla olardı. Əti alan zaman çalışırıq ki, quyruğu da eyni yerdən alaq. Çünki bilirsiniz ki, biz burada kirayədə qalırıq və çox əşya burada yoxdur. Eləcə də ət maşınkası. Hər dəfə əti alan zaman maşınka olmadığına görə ətləri aldığımız yerdə elə çəkdiririk, sonra evə getiririk. Gördüyünüz kimi xanımlar, ətləri saxlama qabında qarışdırıram. Çünki burada lazım olan ölçüdə belə qablar yoxdur. Stəkandır, nimçədir, kasadır. Bunları yalnız özümüz yemək üçün almışıq. Düşünürəm ki, başqa qabları almağa heç ehtiyac da yoxdur. Bu cür qablarda elə nə lazımsa qarışdırıram. 1-2 ay yola verəndən sonra onsuz da bu evdən çıxacağıq. Əslində yoldaşıma desəydim alacaqdı. Amma buna lüzum görmürəm. Mənə görə bunların hamısı əlavə xərcdir. Bunu başqa vloqlarda da sizə demişəm. Amma yenidən deməkdə səbəb odur ki, yeni qoşulanlar olur. Onlar gedişatı tam mənimsəyə bilməyiblər. Buna görə də dediyim sözləri bir daha təkrar edirəm. İşlətmək üçün qabları alsam, bu qabları Bakıya onsuz da apara bilməyəcəm. Hamısı qalacaq burada, ya da ki, birini tapıb verəcəyik ona. Ona görə də əlavə xərcə qətiyyən ehtiyac duymuram. Bir təhər əlimizdə olanları dəyərləndirməyə çalışıram. Əlimi də ki, görürsünüz də xanımlar. Yanıqların izi hələ də əlimdədir. Tam getməyiblər. Düzdür, bu vloqdan sonra biraz irəliləyiş var. Çünki hər gün levomokol çəkirəm. Bu vloq hardasa demək olar ki, bir həftənin vloqudur. Burada yanıqların izi tam bariz görsənir. Amma indi hal-hazırda lap bu qədər də deyil. Allaha ki, artıq sağalır. Mən düşünürdüm ki, bunların izi getməyəcək və buna görə çox utanırdım, sıxılırdım. Dedim, fiyoda, bundan sonra əllərim körlandı. Özüm öz əlimə belə baxa bilmirdim. Amma indi xeyli sağalmağa doğru gedir. Və xanımlar, gördüyünüz kimi ətə soğanı çörkadan keçirdim. Çünki ət maşınkası yoxdur. Əlimdə doğramağı da ki, qətiyyən xoşlamıram. Necə? Yəni ki, əlimdə doğrasam, ətdə soğanlar diri-diri görsənəcəklər. Elə olanda da mən o soğanları görsəm, yeməyi yeyə bilməyəcəm. Buna görə də çörkanın ən narın gözündən keçirtdim. Xanımlar, dolmanı bişirəndən sonra yeməyi yeyəcəyik. Sonra düşəcəyik parka. Park deyəndə ki, xanımlar, mən park deyəndə binanın aşağısındakı parka rəylərdə məni yıxırlar, sürüyürlər. Sən demə, ruslar binanın aşağısındakı parka plaşatka deyirlər. Yəni, rusların dili ilə desək, plaşatkaya düşəcəyik. Məni rəylərdə də yıxıb sürüyənlər isə öz Azərbaycanlılarımızdır. Yeri gəlmişkən bunu da demək istəyirəm ki, mənə bu cür insanlar o qədər qəribə gəlir ki, bilirsiniz, nəyi nəzərdə tuturam. Mən indi Moskvadayam və görəndə ki, bizim milləti kimsə acılayarsa və yaxud da onun başına nəsə gələrsə, nəyəsə ehtiyacı varsa, kiminəsə sözü düşürsə, mən və mənim yoldaşım da belədir ki, biz həmin insana kömək edərik. O insana kimsə acılayarsa, kobudlayarsa, tez o insana tərəf çıxıb kömək edərik, nəyə ehtiyacı varsa soruşarıq, ona dəstək çıxarıq. Çünki bu bizim öz millətimizdir, öz ölkəmizin vətəndaşıdır. Amma mən özüm əksi ilə qarşılaşanda həddindən çox məyus oluram. Mənə rəylərdə negativ rəy yazanlar Moskvada yaşayan öz Azərbaycanlılarımızdır. Niyə öz millətimizi qabağa getməyə qoymurlar? Niyə görə bizim başımızdan vurmağa çalışırlar? Təsəvvür edin ki, mən indi oturmuşam burada. Əlimə telefonu alanda öz millətimizin hansısa paylaşımını görürəm. Görəndə dərhal like edirəm, xoşuma gəlsə də, gəlməsə də. Əgər xoşuma gələrsə də mütləq yorumda yazıram. Mənə görə bu kiçik də olsa bir dəstəkdir. Amma bizim ölkəmizin bəzi milləti gəliblər bura öz millətini bəyənmirlər.
bilər. Sizlər mənə neqativ rəy yazanda düşünməyin ki, mən kiçiləcəm. Bu tam əksinə olur. Siz məni daha da ucaldırsınız, yəni ki, əgər neqativ rəy yazırsınızsa, bu mənə olan paxıllığınızı bəlli edir. Özünüzün isə nə qədər aciz insan olduğunuzu bəlli edirsiniz. Buna görə də sözüm neqativ rəy yazmaq istəyənlərədir. Baxın güzgüyə, öz üzünüzə diqqətlə baxın. Bunu edəndən sonra əmin olun ki, heç kimə neqativ rəy yaza bilməyəcəksiniz. Mən heç vaxt istəməzdim ki, vloqumda belə mövzulara yer ayırım. Amma elə insanlar var ki, adamı buna məcbur edirlər. O qədər çalışırsan ki, bu cür insanlara baş qoşmayasan, heç fikir də verməyəsən, amma olmur ki, olmur. Günlük rutinimi vloq halına gətirib siz üçün də paylaşıram. Amma bəzi insanlar özlərini elə aparır ki, sanki bunlar münsiflər heyətidir, mütləq məndən bir səhv tapıb yazmalıdırlar. Özlərini elə aparırlar ki, sanki bunlar tam səhvsizdilər, hər kəsdən də ağıllı, ideal insandılar. Mən bu günə kimi bunu müşahidə eləmişəm ki, öz işığına güvənən insanlar, özünü xoşbəxt görən insanlar, öz güvəni olan insanlar heç bir zaman başqasına pis gözlə baxmır və heç bir zaman da başqasının ünvanına özlərinə yaraşdırmırlar ki, pis sözlər desinlər. Əksini hər zaman özünü əzik bilənlər edir ki, bilirlər ki, toplum içində söz sahibi deyirlər. Yalnız bu cür yerlərdə özlərini nümayiş etdirə bilirlər. Nəysə ki, qızlar, keçək vloqun tərkibinə. Onsuz da bu cür insanlardan nə qədər danışsaq da, hardan desən, oradan da baş qaldıracaqlar. Çünki bu onların artıq həyat tərzidir. Burada artıq dolmanı yekunlaşdırıram. Gördüyünüz kimi Leyla da mənə kömək eləyir. Mən hər dolma bükəndə Leyla deyir ki, mən də bükmək istəyirəm, istəyir ki, o da öyrənsin. Həqiqətən də öyrənir, çox da yaxşı dolma bükür. Bir dənə mənfisi odur ki, yavaş-yavaş edir, o da normaldır, hələ uşaqdır. Əslində heç bu da mənfi sayılmamalıdır. Mən ona mənfi deyirəm, amma çox da səhv edirəm. Çünki mən özüm həddindən artıq səbirsiz biriyəm. Biri də yanımda yavaş iş görəndə demək olar ki, mənim ürəyim partlayır. Belə insanlar yanımda iş görəndə az qalıram deyim ki, ver bura özüm edim. Bilmirəm səhvdir ya düzdür, amma boynuma alıram ki, həddindən çox səbirsizəm. Xanımlar, sizə bu peçdən danışmaq istəyirəm. Bizim evdə bilirsiniz də, peç gümüş rəngdədir və artıq 15 ilə yaxındır ki, mən onu işlədirəm. Düzdür, heç bir yerində defekti yoxdur. Amma son vaxtlar nədənsə bu qara peçlərdən istəyirdim. Həmişə yoldaşıma deyirdim ki, gələndən sonra gedərik bu peçi dəyişərik. Amma nə yaxşı ki, bura gəldim. Bu peçdə yemək bişirmək qismət oldu və mənfilərini gördüm, başa düşdüm ki, heç vaxt bundan almaram. Əgər bu peçdən almaq istəyən varsa, mən deyim, siz də almayın, çünki çox peşman olarsınız. Düzdür, gələcəkdə yenə şüşə peç almaq istəyirəm. Amma bu cür olanı yox, yəni spiralla olanı yox, qazla işləyəni almaq istəyirəm. Bunun mənfiləri bilirsiniz nələrdir? İlk növbədə ayarlarını tutturmaq bezdiricidir. Yəni bişirəcəyiniz yeməyə uyğun ayarlarını güclə tutturmaq olur. 90-a qoyursunuz, çox qaynadır. 80-da çox qaynadır. 70-ə qoyursunuz, elə yemək var ki, ona da çox olur. 30-a qoyursunuz, yemək heç tərpənmir. 40-a qoyursunuz, yenə də istədiyiniz kimi tutuzdura bilmirsiniz. Ən pisi də odur ki, tavadır, qazandır, mütəmadiyyən üzərində olduqca şüşənin üzəri cızıq-cızıq olur. Nə qədər ehtiyatla iş görürsünüzsə görün, yeməyi qarışdıran zaman tavadır, qazandır, sürüşür. Və bunun nəticəsində peçin üzəri cızıq-cızıq olur. Və bir pis yanı da odur ki, həddindən çox işıq pul yazır. Ki, spirallandır, elə yemək var ki, tutaq ki, mən evdə sümük qoyuram qaynatmağa, hardasa 7-8 saat. Siz təsəvvür edin ki, bir spiral 7-8 saat orada yanır, bir ayda nə qədər işıq pulu gələr, özünüz təsəvvür edin. Mən belə detaylara çox önəm verirəm. Adicə evdə olanda da olmadığımız otağın işığını mütləq söndürürəm. Çünki devir ekonomiya devridir. İndi hər kəsin aldığı maaş digər maaşa qədər güclə çatır. Məncə buna görə də bu peçi almaq istəyən fikrindən daşınsın. Əgər imanla istəyirsinizsə sizin peçiniz şüşə olsun, o zaman şüşə ilə olan qazla işləyən peçlər də var. Mən alanda mütləq onlardan almaq istəyirəm. Nə yaxşı ki, bura gəldim, bunun mənfilərini gözümlə gördüm və fikrimlə daşındım. Demək qızlar, gördüyünüz kimi dolmanı bükdüm, qoymuşam artıq bişməyə. Mətbəxi də səliqəyə salım, paltaları da sərim. Bayırda da yaman yağış yağır, gözləyirik ki, yağış da dayansın. Sonra düşəcəyik həyətə.
Demək xanımlar, bütün evi yığışdırdım. Düzdür, o hissələrini sizin üçün çəkmədim. Çünki yoldaşım evdə olan zaman mən çox vlog çəkə bilmirəm. Səbəbi də odur ki, mən vlog çəkən zaman tripodu gah o yana qoyuram, gah bu yana. Belə olan zamanda görürəm ki, evdə rahat hərəkət eləyə bilmir. İstəmir ki, kameraya düşsün və beləliklə də keçəcəyi yerləri təxirə salır. Mən də görürəm ki, buna görə biraz narahat olur. Ona görə də çalışıram ki, vlogu çəkdiyim günlər yoldaşım işdə olsun. Düzdür, bu barədə mənə heç vaxt heç nə deməsə də, amma mən özüm istəmirəm ki, narahatçılığa səbəb olum. Artıq düşmüşük aşağı. Gördüyünüz kimi əynimiz yenə də qalındı. Çünki burada hələ də hava soyuqdur. Düzdür, mən belə danışanda burada yaşayan qızlar yazır ki, havanın nəyi soyuqdur? Bizim uşaqlar şortikla, qısa qolla həyətə çıxırlar. Keçən dəfə düşmüşük həyətə və həqiqətən də mənə və uşaqlara da, hətta yoldaşıma da soyuq idi. Əynimizin qalın olmağına baxmayaraq. Baxırdım ki, burada ruslardan elə uşaqlar var idi ki, şortikla, qısa qolla idi. Hələ yoldaşıma da dedim ki, mənə o qədər qəribədir ki, bunlar bu soyuqda bu cür necə gəzə bilirlər. Xanımlar, qətiyyən abartmıram. Həqiqətən də belədir ki, Moskva hələ də yay üzü görməyib. Doğrudan da bura soyuqdur. Hətta bayıra çıxanda papaq belə taxıram. Hər gün yağışlar yağır, hətta leysan xarakterli. Amma yenə də yazanlar olur ki, abartırsan, bura elə də soyuq deyil. Hətta vloqun əvvəlində də balkona çıxıb yağışı sizə də göstərdim. Hava bu cür yağışlı, küləkli olanda yalnız binamızın aşağısındakı parka düşürük, yəni ki, Plaşatkaya. Amma nisbətən isti olanda gedirik köhnə yaşadığımız binanın yanındakı parklara. Baxın qızlar, bizim indi yaşadığımız binalar Novostroykadır, hündür binalardır. Hər kəs buranı bəyənir, çox da yaxşı görsənir. Amma mənim bütün fikrim qalıb bizim köhnə yaşadığımız binalarda. Düzdür, o binalarda dəhşət tarakanlar olsa da, amma mən ora üçün o qədər çox darıxıram ki, baxın, mənim indi sizə göstərdiyim yerlər də bizim köhnə yaşadığımız məhəllələrdir. Hər gün burada gəzirdik. Buranın yaşıllığı məni o qədər valeh edirdi ki, yaşıllığa aşiq olan biri olaraq burada yaşamaqdan son dərəcə zövq alırdım. Bura hər gün çıxırdıq, gəzirdik. Burada gəzmək mənə o qədər xoş olurdu ki, gecə 1-də, 2-də evə gəlirdik. İndi yaşadığımız bina isə, bəlkə məni qınayacaqsınız ki, yaxşı yerdə yaşayırsınız, amma inanın ki, binada ruh yoxdur. Baxın, bu göstərdiyim binanın 1-ci blokunda biz yaşayırdıq və 1-ci mərtəbəsində. Yenə dediyim kimi, hər kəsin evində bu binada tarakanlar olsa da, amma o qədər şirin məhəllə idi ki, demək olar ki, burada da hər gün bu məhəlləyə gedirik, gəzirik. Qətiyyən və qətiyyən indi yaşadığımız binanın ətrafında gəzmirik. Çünki burada həyətə çıxırıq, hər yer hündür binalar, yaşıllıq çox-çox azdır və ən önəmlisi də insanlarda ruh yoxdur. Amma bu binada isə bizim elə yaxşı qonşularımız var idi ki, Leyla hər gün gedirdi, parkda oynayırdı. Axşamlar yoldaşım işdən gələndə gedirdi, Leylanı parkdan götürürdük və gəzirdik. Bu əhatədə yaşamaq çox gözəl idi. Burada güllərə, bitkilərə o qədər önəm verirlər ki, hər gün buranı gəzirdik. Elə bir gün yox idi ki, mən burada dayanıb bu bitkilərə baxmayam. Mənim kimi olan biri bunların insana necə zövq verdiyini daha yaxşı başa düşər. Hər binanın, hər blokun qarşısında bu bitkilərdən var. Bilirəm, düşünəcəksiniz ki, bu qədər güllərə aşiqsən, bəs niyə həyətində
içində bunlardan yoxdur. İnanın mənə ki, qızlar, hardasa il yarım bundan öncə olardı ki, həyətdə bizim evin yanlarında mənim o qədər gözəl güllərim var idi ki, hər sotda gül var idi. Biri-birindən gözəl idilər. Güllərimə də baxan valeh olurdu. Amma bir gün yuxudan ayıldım ki, güllərimin heç biri yoxdur. Həyətdə qaynatamın toyuqları var idi. Bir günün içində güllərimin hamısını yemişdilər. Bilsəz ki, çıxıb görəndə ki, o toyuqlar mənim güllərimin hamısını bir gündə məhv eləyib. Həmən gün əsəbdən o qədər ağlamışdım ki, günlərlə özümə gələ bilmirdim. Hətta bizim evin qarşısında boş torpaq sahəsini görmüsüz də. Orada mənim o qədər gözəl güllərim var idi ki, o boş sahəni sırf güllərim üçün saxlatdırmışdım. Oyanıb görəndə ki, bunların heç biri yoxdur və onu toyuqlar yeyib, başımdan aşağı elə bir ki, qaynar sular tökdülər. Sırf bu cür xırda səbəblərə görə həyətə istədiyim kimi baxa bilmirəm. Yoxsa düşünün ki, bu qədər yaşıllıq aşiqi olan birinin həyəti bu qədər adi ola bilərdi. İnşallah Allahın izni ilə bunların hamısından yenidən əkəcəm. Buraları gəzdik, indi gedirik, bilirsiniz hara? Tamerlana velosiped almağa. Demək, xanımlar, heç vaxt belə bir halla rastlaşmamışdıq. Çıxırıq həyətə gəzməyə, biraz gəzəndən sonra Tamerlan qucaq istəyir. Bütün yolu biraz atası saxlayır, biraz mən saxlayıram. Təbii ki, bütün yük düşür atasına. Tamerlan da maşallah olsun ağır uşaqdır. Biraz yol gedəndən sonra bütün qollarımız ağrıyır. Bu arada bu bloku göstərirəm sizə, köhnə yaşadığımız blokdur. Və qollarımız ağrıyır. Nə qədər ediriksə Tamerlan yerə düşmür. Hətta qətiyyən gəzmir, əyləşir yerdə ağlayır ki, qucağa götürək. Biz də belə qərara gəldik ki, Tamerlan üçün velosiped alaq. Elə bir velosiped olsun ki, arxadan onu biz də idarə edə bilək. Bu arada xanımlar, bu məhəllə hələ də bizim köhnə yaşadığımız məhəllədir. Oranı sizin üçün çəkirəm. Görün necə gözəldir. Nəysə ki, xanımlar, düşündük ki, velosipedi biz təzə alsaq, bu bizə qətiyyən sərf eləməyəcək. Çünki bizim büdcəmizə görə buradakı velosipedlər həddindən çox bahadır. Buna görə də Azərbaycandakı Lalofo kimi yer burada da var. Daxil olduq o sayta və bu velosipedi tapdıq. Bu arada bu bizim binanın yanındakı plaşatkadır. İstədim onu da sizin üçün çəkim, amma təmirdə idi. Təmiri də burada sizə göstərmək istəyirəm ki, bir dənə baxın, görün necə keyfiyyətli avadanlıqlardan istifadə edirlər. Xanımlar, binalar tikirlər, o qədər moşnu tikirlər ki, təsəvvür edirsiniz, bizim yaşadığımız yanındakı binaya dron getdi, amma binaya heç nə olmadı. Nəysə, xanımlar, biz saytdan velosipedi tapdıq və yoldaşım zəng elədi. Satan adam da elə bizim köhnə məhəllədə qalırmış. Velosipedə getdik, baxdıq, çox ideal vəziyyətdə idi. O velosipedi alandan sonra o qədər rahatlamışıq ki, baxın xanımlar, Tamerlan yalnız ya çiyində gəzir, ya da qucaqda. İndi velosiped sayəsində hamımız rahatlamışıq. Velosipedi də ki, xanımlar, satış qiymətindən qat-qat ucuza aldıq. İşlənmiş alma səbəbimiz bilirsiniz nə idi? Allah nə sürürsə Tamerlan burada sürsün 1-2 ay ərzində. Sonra Bakıya qaydanda verərik ehtiyacı olan birinə. Alandan sonra, istifadə eləyəndən sonra gördük ki, bu velosiped sanki təzə kimidir. Bu arada xanımlar, taksi, Delimobil, bu çəkilişi mən növbəti gündə edirəm. Bunu deməyi unutdum. Və burada sizə vlogların birində demişdim ki, belə bir taksi var. Proqramın yüklüyürsüz, pulunu ödəyirsiniz və hara istəyirsiniz sürüb gedirsiniz. Kaş ki, bu Bakıda da olardı. Çox rahat bir sistemdir. Hara gediriksə, demək olar ki, bu taksi ilə gedirik. Qiyməti də ki, elə də baha deyil, münasibdir. Taksini götürərkən öncə şəkillərini hər 4 tərəfdən çəkirsiniz, atırsınız proqrama və sürüb təhvil verəndən sonra yenə 4 tərəfini çəkib atırsınız ki, sağlam bir vəziyyətdə qaytarıram. Bu taksilərdə ki, xanımlar, demək olar ki, hər yerdə var. Hər binanın qarşısında ən azından 4-5 ədəd olur. Skuterləri də ki, həmçinin. Nəysə ki, xanımlar, bayaq sözümü yarımçıq saxladım. Deməli, velosipedi alandan sonra o qədər xoşuma gəldi ki, düşündüm ki, mən elə bunu Bakıya da apararam. Elə yoldaşıma da dedim, biz qaydana kimi yenə belə sağlam vəziyyətdə qalsa, mütləq apararıq Bakıya da. Xanımlar, siz bu yolkanın gözəlliyinə bir baxın. Bu dəhşətdir də, yəni bu yolkadan gözümü ala bilmirdim. Yoldaşıma da dedim,
dedim ki, bazara gedərik, bu yolkanın balacasından mütləq mənə alarsan. Burada yolda güllərdən qətiyyən dərmək olmaz, çünki cərmədir. Cərmə olmasaydı da belə mən onu dərə bilməzdim, çünki yəsini tanımıram. Mənə görə halallığını almadığım, nəyisə dərib götürdüyüm hər nə varsa haramdır. Baxın xanımlar, velosipedi aldıq. Çox ideal vəziyyətdədir, çox da yaxşıdır. Xanımlar, əslində bu fraqment də başqa günündür. Sadəcə mən bura calamışam ki, velosipedi alanda çəkməyi unutmuşdum. Növbəti gündən bura daxil elədim ki, sizə göstərə bilim. Xanımlar, burada sizinlə sağollaşıram. Sona kimi baxdığınıza görə təşəkkür edirəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.